Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısında fəaliyyətinin əsas nəticələrinə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 2026 ilin ilk 6 ay ərzində bələdiyyənin fəaliyyətində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin olunması əsas prioritet istiqamətlərdən biri olub. Qeyd edilib ki, hesabat dövründə Sumqayıt Bələdiyyəsinə daxil olmuş müraciətlər və digər zəruri məsələlərin müzakirəsi məqsədi ilə ümumilikdə 18 bələdiyyə iclası keçirilib. Bildirilib ki, hesabat dövründə bələdiyyə rəhbərliyinin və icra aparatının şöbələrində ümumilikdə 1085 vətəndaş qəbul edilib. Hesabat məruzəsində şəhid ailələri və vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının xüsusi yer tutduğu vurğulanıb. Məruzədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə həyata keçirilən layihələrdən də bəhs olunub. Bildirilib ki, mayın 8-də Milli Qəhrəman Əliyar Əliyev küçəsində Yaşıldərə yaşayış massivi ərazisində salınmış bələdiyyə parkının təntənəli açılış mərasimi keçirilib. Qeyd olunub ki, cari ilin birinci yarısında yerli özünü idarə etmə orqanının sifarişləri əsasında şəhərin müxtəlif ərazilərində asfalt örtüyünün yenilənməsi, küçə və məhəllələrin abadlaşdırılması, yaşıllıq zolaqlarının salınması, məhəllədaxili yolların təmiri və digər infrastruktur layihələri həyata keçirilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin ərazi təşkilatı və humanitar məsələlər şöbəsinin müdiri Gündüz Əliyev bildirib ki, son illərdə Sumqayıt ölkə prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində sürətlə inkişaf edən şəhərlərdən birinə çevrilib. Gündüz Əliyev çıxışında vurğulayıb ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə sakinlərin rahatlığı və rifahının yüksəldilməsi istiqamətində ardıcıl və sistemli işlər görülüb. Onun təşəbbüsü ilə həyata keçirilən abadlıq layihələri, yaşıllıq zolaqlarının genişləndirilməsi, küçə və prospektlərin əsaslı təmiri, sosial obyektlərin yenilənməsi, şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması, Sumqayıtın müasir və nümunəvi şəhərə çevrilməsində mühüm rol oynayır. Sonra Sumqayıt Bələdiyyəsinin sədr müavinləri Nərmin Mehdiyeva, Orxan Bəndəliyev və Orxan Adgözəlov rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı hesabat təqdim ediblər. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Əli Ələkbərli hesabatla bağlı müsbət fikirlərini bildirib. Azərbaycan Bələdiyyələri Milli Assosiasiyasının Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Əhmədov çıxışında bildirib ki, 2026-cı ilin birinci yarımilinin nəticələri göstərir ki, ölkə üzrə bələdiyyə büdcələrinin gəlirlərinin strukturunda vergi gəlirlərinin xüsusi çəkisi rekord həddə 64% yüksəlib. Bu göstərici 2023-cü illə müqayisədə 22% bəndi artım deməkdir və son illərdə həyata keçirilən islahatların, səmərəli maliyyə idarəçiliyinin və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinin uğurlu nəticəsidir. Bu uğurun əldə olunmasında Sumqayıt Bələdiyyəsinin mühüm payının olması xüsusi qürur hissidir. Müzakirələr zamanı çıxış edən iştirakçılar Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısında həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirərək görülən işlərin şəhərin sosial-iqtisadi inkişafına, vətəndaş məmnunluğunun artırılmasına və yerli özünü idarə etmənin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildiriblər. Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən, bələdiyyə işinin səmərəli təşkili, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ictimai fəallığın artırılması istiqamətində xüsusi əmək olan bir qrup şəxs fəxri fərmanlarla təltif olunub. Təltif olunan əməkdaşlara göstərdikləri məsuliyyətli və nümunəvi fəaliyyətə görə təşəkkür edilib. Onlara gələcək işlərində yeni uğurlar arzulanıb. Şəmstan Fikrətli Elbrus İsmailov bugün informasiya proqramı üçün.